Bəli əziz izləyicilər, bugünkü gündə Ramin evinə gəlmişik. Baxın, bu evdə qalır. Baxın, nə mişlikdir, zaddır. Yazığın imkanı yoxdur ki, bu evdən çıxsın, bir başqa yer etsin, ya bir evi eşiği olsun. Buyurun, əsas sözündən soruşun, görün, kimlərdən, nələrdən deyəcək. Axşamınız xeyir olsun. Mənim adım Ramin, Bakı şəhərində böyümüşəm. Mənim problemim bununla bağlıdır ki, mən may ayının 27-si Aras Supermarketə işə düzəldim. Aras Supermarketə işlədim, qəhvə işində, ambarda. Sonra mən iyun ayında işləyərkən, iş vəzifənin borcunu yerinə yetirərkən, mən yıxıldım pilləkəndən, möhkəm zədə aldım. İkinci dəfə, birində iyunda yıxıldım, birində də avqustda yıxıldım, zədə aldım, möhkəm. Sonra mən baş ofisə, sonra müdiriyyətə, sonra bunların müavinlərinə, mühafizəçilərə, hamısına mən sətan xidmətinə müraciət elədim. Heç kim mənim müraciətimə baxmadılar. Əməl eləmədilər, yerinə yetirmədilər, mənə köməklik göstərmədilər. Mən 2 dəfə o marketə yıxıldım, mənə həkim çağırmadılar. Mənə bir dəstək olmadılar, kömək eləmədilər. Mən də mühafizənin otağında mənim bütün kameralarımı sildilər. Məni ərizə yazıb işdən çıxartdırdılar müdiriyyət kimi. İndi mən də 3 aydır bu qaldığım kirədə, Qaraçuxur qəsəbəsində 3 aydır yerdə yatıram, başımdan, belimdən, qolumdan möhkəm zədə almışam. Mən də 3 aydır işləmirəm. Xahiş edirəm bu Araz Marketin baş ofisinə, müdiriyyətə, direktoruna mənim səsimi eşitsin, mənə bir dəstək olsunlar, kömək olsunlar. Mənim müalicəmlə bağlı çox güclü, məndə zədə olduğu üçün müalicəyə ehtiyacım var. Bunun da xərci çox tələb edir. Başımdan da mənim burada kağızım var ki, belə baxa bilər ki, başımdan aldığım zədə. Bu həkimlərdən aldığım da bu kağız zədədir. Başımdan aldığım zədədir, baxın. Bu cavabı da başımdan yıxıldım. İndi mən bunlardan tələbim odur ki, xahiş edirəm bu Araz şirkətlər qrupu müdiriyyəti, direktoru, Arazın müdiriyyəti mənə dəstək olsunlar, mənə kömək olsunlar, mənim müalicəmlə bağlı. Heç mənim bir evin qapısını açsınlar, məni tanısınlar. 3 ay ərzində mən yerdə yatıram, zülüm çəkirəm, heç kim mənim qapımı açmır. Allah'ın olsun bu ombamdan, qabırğamdan, qolumdan, başımdan möhkəm zədə almışam. Heç kim mənə